Yaponiyanın hərbi manevrdəki tarixi hərəkəti Xitayını biaram qıldı. Əlbəttə, meyli Yaponiya olsun, qədərli görürmələrimiz, meyli bu, Şərq Cənubi Asiyadakı Filippin olsun, şu Amerika ilə ittifaqdaş qurub, meyli Amerika, Avustraliya ilə nurgun hərbi cəhətdə bu rayondakı dövlətlərinki meyli manevr ötküsün, ya ki bir ittifaq tutsun başqa dövlətlər ilə Xitay hər daim işcanışıb səkrəydi həmdə. Bu anıqıb getdik, anıqıb getdik. Əməliyyatı özünün qılıbatqan numussuzluğu, təcavüzçiliği, beşəmdəki xalqın işini aldığı üçün minə dev aldığın uşuqluğu bilən karı yox. Xitay ən bək səkrəydi həmdə. Lakin səkrəsimi bu rayondakı dövlətlər özlüksüz halətdə özünü gücləndiriyatdı, nurgun ittifaqlar tüzüyatdı. Bunu Yaponiya qoğduğu qismi 6 may Amerika, Avustraliya və Filippin hərbi qismləri bilən ötküzülgən Deniz Birləşmə hərbi manevrida uruş paraxotuğa qarşı başqurulduğan bomba etib Filippindəki nişanğı təkküzdü. Bu Yaponiyanın 2. Dünya uruşudan buyan tuncu qitim çigara sırtığa hücum xarakterlik başqurulduğan bomba etişi olub bu tarixi hərəkət Xitayını qattiq biaram qıldı. Yaponiya həm özünü gücləndiriyatdı müdafiə cəhətdə, həm ətrafdakı dövlətlərini qoralayaraq yasab verib o dövlətlərini gücləndiriyatdı. Mesela ötken haftaki haberimizden beri Avustralya bilen nayet mühim bir tarihi bir kilişim imzalagandı ötken haftada mı? Yaponiya yasap buradandı Avustralya'ya. Reuters agentlığına alakadar haberde kayıt kılınışça Möyrünün Möyrüge Teraş namlıq mezkur hərbi manevrda bu xılı uzun devam kılan ötken haftaki söhbətimizde mi? Toxtalğandık yani. Bali takan bunun mənisi yani Möyrünün Möyrüge Teraş manevrdə tiraş deb atıldıkən bu məzkur manevr şu 8. yani tünügün axırlaşdı bu manevr əməliyyatda. Ötken haftanın aldın hafta başlanğan manevrdə. Məzkur hərbi manevrdə Yaponiya qoğuduğucu qisminin 2 dənə 88. tiplik yoki 88 tiplik başqurulduğan bombası qoyub berilib 6 minutdan keyin mana şu görünüşdə görüb atqanımızdək Filippin'in işletişten toxtuğan bir paraxotuğa dəl təkkən, nişanlanan paraxotuğa. Bu hücum Filippin'in şimalideki Pavay qırğıqıdan təxminən 75 kilometr yiraqlıqdaki Cənubi denizdə icra qılınğan. Filippin Müdafiə Ministeri Gilberto Teodoro bilen Yaponiya Müdafiə Vəziri Shinjiro Koizumi başqurulduğan bombanın qoyub birlik cəryanını naq meydandan küzətken. Filippin Prezidenti Ferdinand Marcos manevrini Manila'daki hərbi komandalıq ştabıda bivasitə sin olunuşu arqalıq körgən manevrini. Filippin Prezidentlik Məhkəməsinin bəyanatında bu manevr ittifaqdaş qismlar o'rtasidagi maslaşqan deniz hücumu məşğulatını namayan qıldı degan şəkildə bəyanat berilgan Filippin Prezidentlik Məhkəməsi. Şundaqla Filippin qorallı qismlərinin rayon bexatarligi və paraxotlarının yürüş erkinligini qoğdaşda xalqaralıq şiriklər bilan birlikdə hərəkət qilish iqtidarının eşivatqanlığını göstərdi degan şəkildə bayanat berilgan. Bu yıl 41. qitimliq qadam qo'ygan, bu yıl 41. qitimliq qadam qo'ygan Möyrünün Möyrüge Teraş Balitakan namlıq manevrga 17 mingdan artıq askar qatnaşdırılgan. Biz ötken hafta bunu dedik o. Amerika, Filippin, Yaponiya ve Avustralya'dan başka Kanada, Fransiya ve Yeni Zelandiya mı tuncu qitim resmi qatnaşqıç qatarida manevrga iştirak qılgan. Yaponiya armiyasının bu manevrdeki tarixi hərəkəti Xitayını qattiq biaram qılgan bulup, Xitay Təşqi İşlər Ministerliği bayanatçısı bugün yani bugün şu bu vaxtki bayanatı ifade bildirip Yaponiyanın atalmış tarihi cinayetlerden savaq almıyor. Şu yani her daim oxşaş geplər bilan valaqşılandı. Yaponiya tarihi xatalıqlardan savaq almadı, anı qıldı, manı qıldı. Bexatarlik həmkarlığı namıda çət əlgə hərbi gücünü yollab hücum xarakterlik başqurulğan bomba atqanlığı bu Yaponiyadakı onçilik güclərinin qayta hərbiləşdiriş basqıcını oturğa çıxırıb atqanlığını görsüb berdiğanlığı Xitayının Yaponiyanı təcavüzçülük tarixi haqqında oyunlaşıq çağırdığı haqqında çağrı saldı. Hiç kim anlasın mı, hiç kim pərva qılmasın mı? Bu numus Xitayla hər daim oxşaş səfsətlərini
setishga davom qilyotgandir Xitoy. Nomussizlarcha o'zining qilayotgan tajovuzchilik rayondagi davlatlar. Bu yerdagi bo'layotgan har bir narsa boshqa birisi uchun emas. Xitoyninki rayondagi shu davlatlarga bo'lgan tahdidi sababli bo'layotgan manevrlar, harbiy kuchlar bu rayondagi butun davlatlarningki, boshqa birisininki boshqa har qanday bir davlatdan ansirab emas. Amaliyotda Xitoydan ansirab bo'layotgan ish ekanligini dunyo biladi, ammo nomussizlarcha bu ifodalarni o'ttirg'i qo'ya oladi Xitoy.